بسم الله الرحمن الرحیم. اطیعوا الله و اطیعوا الرسول و اولی الامر منکم. Hazreti Mehdi'nin hakkında büyük görevlerimizden, vazifelerimizden birisi itaat etmektir. Kur'an-ı Kerim buyurur ki Allah'a ve onun peygamberine ve ulul emre itaat edin. İtaat etmeklik burada mütlakdır. Yani bütün işlerde her emreleseler onlara itaat edin. Bu əmrə itaat etmək ancaq məsum haqqında ola bilər. Qeyri-məsuma mütləq itaat yoxumuzdur. Mesela Quran ayətlər ki, buyurur ki, anne babaza itaat edin. Buyurur nə zaman? O zamanacan ki, sizi Allahın məsiyətinə çağırmayala. Onda ki, Allahın məsiyəti çağırdı, da orada itaat yoxdur. Pəs burada itaat edin hər bir şeydə. Bütün şeydə mütləqdir. Bu ancaq məsum haqqındadır. Qeyri-məsuma itaat mütləq yoxumuzdur. Allah'a, Peyğəmbərə və 12 imama mütləq itaat varımızdır. Onlardan qeysə. Bu ayət-i cəlilə, Ulul Əmr ayəsi ancaq məsum haqqındadır. Rəhmətli Ayətullah Safi bir kitabı vardır, Mərifət-i İmam. Orada yazır ki, 300 dana hədis varımızdır ki, Ulul Əmr yəni məsum. Qeyri-məsuma Ulul Əmr denilməz. Və orada yazır ki, hər kəs bu ayəni hər kəsə qeyri-məsuma tətbiq edə və o mərcəyə təqlid ola. Şeyx Tusi ola, Şeyx Müfid ola. Bu iş təfsir bir rəyidir və təfsir bir rəy eləyəndə yeri ateşdir, cəhənnəmdir. O səbəbə biz mütləqa Ulul Əmri məsuma bilirik. Qeyri-məsuma Ulul Əmr deməklik imkanı yoxdur, gərəkmə. Məsum nə deməkdir? Yəni o insandır ki, dünyaya gələndən etibarən ta dünyadan gedincan ən böyük, küçük bir günah etməyə, bir suç yapmaya, bütün ömründə imamətdən əvvəl və sonra, nübüvvətdən öncə və sonra, yəni bir peyğəmbər ya bir imam dünyaya viladətindən ta dünyadan vəfat edənə qədər ən ufaq bir suç yapmaya, hətta bir iştibah eləməyə, xəta etməyə, səhv etməyə, yəni kəsin olaraq məsum gərək xətadan da məsum ola. Yəni günah getməyəcək, yəni unutması da ona imkanı yoxdur. Belə deyək ki, bir zaman unuta bir günah eləyə. Məsum gərək daima məsum ola. Yəni əmdən günah etməyə, xəta olaraq günah etməyə, unutub bir suç yapmaya. Məsum gərək əmdi, səhvi, günahı bütün ömründə. Peyğəmbər peyğəmbərliyindən əvvəl və sonra. İmamlar imamlığından əvvəl və sonra. Heç bir zaman onlardan bir günah sadir olmamalıdır. Bir dəfə, bir saniyə günah etsə daha məsum deyil. Məsum olmayanda Ulul Əmr ola bilməz. İtaati vacib ola bilməz. Bir ayrı vəzifələrimizdən təməssükdir. Yəni gərək məsuma, imama təməssük elə, çəng vuraq. Yəni imam hər halda olsa, hər şəraitdə olsa biz ona itaat eləyək və ona təməssük eləyək. Peyğəmbərimiz buyurdu ki, mən sizin içinizdə 2 dənə ağır əmanət qoydum, pahalı əmanət qoydum. Onlardan gərək daima təməssük eləyəsiniz və nə qədər onlara təməssük elədiniz, çəngi vurdunuz, onda qumrah olmasınız, bəlalətə düşməzsiniz. O biri kitabdır, biri də mənim itirətimdir. Yəni Quran və itirət. Bunlara hər zaman bunlar çəngi vursa, onda günaha düşməzsiniz və günaha və qumrah olmasınız. Bu konuda da çoxlu bəhs vardı ki, mən qısaca arz elədim. Əhl-i Beytin məhəbbəti də bir ayrı görəvimizdir. Muhakkak ki Əhl-i Beyti biz daima sevgisi gönlümüzde ola. İmam Şafii söyleyir ki, ya Əhl-i Beyti Resulullah
حبکم فرض من الله فی القرآن انزله. ey peygamberin ehli beyti, ey peygamberin xanədanı, sizin məhəbbətiniz Allahdan Qur'anda bizə fərz olubdur. O deyir ki, gərəkir ki, biz sizə daima məhəbbət eləyək. Hədisdə bu ki, mən matəlahu bəli Muhammed, matə şəhida. Hər kəs əhl-i beytin məhəbbəti ilə ölsə şəhiddir. Əhl-i beytin məhəbbəti ilə ölsə bağışlanır. Əhl-i beytin məhəbbəti ilə ölsə onun qəbri geniş olar. Və buyurur ki, kimsənin ürəyinə iman girməz, ancaq o zaman ki, əhl-i beyti sevər. Əhl-i beytin məhəbbəti yerində məhəbbətdən yuxarı məvəddəti vacibdir. Məvəddət nə deməkdir? Məhəbbət səvcidir. Gönüllündə onları sevməkdir. Vəli məvəddət o məhəbbəti ibraz eləməkdir. Gərək onu daima bir işlər görər ki, onu bilərlər ki, bu adam onlara məhəbbəti vardır. Qul la əsəlukum aleyhi əcrən illəl məvəddətə fil qurba. Ya Resulallah, de ki, mən risalətimin qarşısında sizdən heç bir ücrət istəmiyorum. Ancaq mənim itirətimə, mənim əqrəbamə məhəbbət eləmək və məvəddət eləmək. Bunu məvəddət kəlməsinə buyurur. Sordular ki, ya Resulallah kimlərdir? Burada Əli və Fatimə və onların ovladıdır. Salavatda gərək onları da biz gətirək Peyğəmbərlə bərabər. Allahümme sallallahu Muhammed və Ali Muhammed. Əgər və Ali Muhammed deməsək, onda onların haqqı əda ola bilməz. Və çox bir hədislərdə, yəni yüzlər hədislərdə Həzrət Peyğəmbər bizə öyrədibdir ki, nasıl demiş olar. Və bu konuda da çoxlu bəhslər varımızdır ki, bunu hər kəs Həzrət Əlinin bir atcalıq, boğzi, ədavəti ürəyində olsa, o münafiqdir və kafirdir və nəsrani dünyadan gedər və ya Yahudi. Əhl-i beyti izayı haramdır. Hər türlü onlara əziyyət eləməklə haramdır. Burada Allah hər o kəsi ki, mənim əhl-i beytimdən haqqında mənə əziyyət eləsə, o Allaha əziyyət eləməkdadır. Buyurur, əma vəllah ləqəd azeytəni, gəldə sədən şikayət elədi. Burada and olsun Allah, sən mənə əziyyət elədi. Mən aza əliyəm, fəqət azani. Hər kəs Həzrət Əli əziyyət eləsə, mənə əziyyət eləyibdir. Və bu konuda da bir çoxlətdə iştəddə qəzəbullah əla mən azani fitrəti. Buyurur ki, Allahın qəzəbi çox şiddətlidir. O adamın haqqında ki, mənim əhl-i beytimin haqqında mənə əziyyət eləyər. Və onlardan vəzifələrdən biri onları təsdiq eləməkdir ki, onları təkzib eləmək haramdır. Hər nə buyursalar gərək qəbul edək. Yevmə nədu kullə unasın bi imamihim. Qiyamət günü hər kəs öz imamı ilə çağırır. Yəni o ki ona itaat. Kimdir imamı? Burada o kəs o imamı ki onların içindədir. O mənim əhl-i beytimin o zamanda olanıdır. Yəni bugün Həzrət Məhdidir. İmam Hüseyin zamanında İmam Hüseyindir. İmam Rıza zamanında İmam Rızadır. Bugün Həzrət Məhdinin zamanıdır və ondandır. Yuda kulünasın bi imam zamanihim. Bütün insanlar öz zamanlarının, çağlarının imamı ilə o çağırırlar. Və kitab-ı Rəbbihim və sünnət-i nəbihim və peyğəmbərlərinin kitabı ilə və peyğəmbərlərin sünnəti ilə. Yine bu konuda bir çoxladır. Mən 100 hədisdən birini ərz edirəm. Onlardan təxəllüf eləmək də haramdır. Yəni mühakkak insan onlardan ayrılmıyor. Buyurur ki, mənim məsəlim və əhl-i beytimin məsəli Həzrət Nuhun gəmisinin məsəlidir. Hər kəs o gəmiyə bindi, nəcat tapdı. Hər kəs o gəmidən geri qaldı, o mühakkak həlak oldu. Və onlara mühüm görevlərimizdən biri budur ki, onların məhəbbətindən biz kənar düşməyək. Buyurur ki, hər kəs mənim əhl-i beytimin səbb eləyə, sövüş verə, Allahın ona lənəti və hər peyğəmbəri ki, onun dəvəti və duası müstəcabdır, ona şamildir. Burada hər o kəsi ki, mənim itirətimin haqqında o hörməti ki, gərəkir, onu tərk eləsə, onun da lənət şamildir. Və onları səbb eləməklik haram, onlara müxalifət eləmək haramdır və onlardan itaat eləməmək
haramdır və onlara təvəssül eləmək caizdir. Yəni, hər bir mühim konuda bizcə onlara təvəssül eləyək, onları Allah qapısına şəfi gətirək. Bizim üzümüz qərədir, amma onların üzü ağdır. Odur ki, biz onları Allah qapısına vasitə gətirməmiz icab eləyir. Çünki Quran buyurur ki, gəlin vəsilə gətirin Allahın qapısına. Vəsilə kim olar? Məsələn, Quran. Vəsilə kim olar? Peyğəmbərimiz. Vəsilə kim olar? İmamlarımız. Bunları vəsilə gətirməklə vəbtəğu ileyhil vəsilə. Zat əqdəs ilahiyyə vəsilə araşdırın, vəsilə gətirin. O yolundan Allah sizə eta eləsin, ehsan eləsin və sizin müşkillərinizi həll eləsin inşallah. Və yenə vəzifələrimizdən biri onları özümüzə əman bilməkdir. Yəni, onların sayəsində yaşamaqdır ki, buyurur ki, ulduzlar göy əhlinə və mənim ümmətimdə yer əhlinə əmandırlar. Və bu şəkildə biz gərək onların vəsiləsi ilə özümüzü Allaha yaxın eləyək və Allahın itaəti ilə və onların itaəti ilə biz özümüzü Allaha müqərrəb eləyək. Və bu şəkildə eləyə bilirik ki, biz Allahın lütfüne məşmul olaq. Əhl-i Beytin imamları vasitəyi feyz idi. Yəni, əgər yağmur yağır, onların bərəkətinədir. Əgər yer bitkisin bitirir, onların bərəkətinədir. Hər hangi bir olay, hadisə ki, bizim nəfimizədir, ləhimizədir, qərar tapırı, onların bərəkətinədir. Dua edək, ilahi, o günahları ki, yağmuru qabağını alar. O günahları ki, dualarımızın müstəcab olmanı qabağını alar, onları bizə helal elə, onları bizə bağışla cinə. Allah bağışla o günahları ki, o günahlar səbəb olar ki, biz Allahın dərgahından uzaq düşək və Allahın inayəti halımıza şamil olmayaq. Ma yunzilul ghays və bina yanşurur rəhmə və yuxricü bərəkatül ət və lola ma fil azim minna ləsaxət bəhla. Buyurur ki, əgər yağmur yağır, bizim bərəkətimizədir. Əgər Allahın rəhməti gəlir, bizim bərəkətimizədir. Əgər yer bitkisin bitirir, bizə görədir. Əgər bizdən bir nəfər, yəni bir imam-ı məsum yeryüzündə olmasa, kəsin olaraq bir rəhmət olaraq yetişməyəcəkdir. Və ən böyük vəzifəmiz dua bəray fərəzdir. Allahın, imamımızın fərəcini Allahdan istəyək ki, imamın fərəcini bizə yaxın eləsin. Ki, Quranda vədə verir, buyurur ki, Qalə Rabbukum uduni əstəcib lakum. Allah buyurdu ki, məni çağırın, mən müstəcab eləyim. Bir ayədə ücibə dəvətədda izad daani. Bir dua edən, vaxtı ki, dua elədi, mən onu icabət edirəm. Üdü Rabbakum təzərran və xufyə. Gizlində və ondaki halı təzərrü, ağlamaq, yalvarmaq, yaxarmaq, o halda Allah istəyir. Bir ayrı ayədə buyur ki, qul ma yəbə bikum, Rabbukum lola duakum. Əgər dualarınız olmasa, Allah sizə inayət eləməz. Əgər inayət eləyir, sadəcə dualarınızın bərəkətinədir. Əmmə yücibül müstərrə izadda və yəkşəfü suya o Allahi ki, müstərr istəyəndə Allah onun duasını qəbul. Müstər kimdir? İmam-ı zamandır. Ki, o hər vaxt dua eləsə, yəqinən onun duası müstəcabdır. Allah'ın da verir İmam zamanın hürmetine ona icazə versin ki, dua eləsin. Çünki fərəcin duası vəzifə, bizə vəzifədir. İmam zaman dua eləsə, həmin dəqiqə əncam tapandır. Bir böyük insan var idi, burada Cəmkəranın əfradından idi, mütəvəllisilərindən idi. Özü mənə nəql elədi ki, mən Tehrandan gəlmişim, sən 40 sənə, 50 sənə bundan əvvəlin sözüdür. Və gəldim, getdim Cəmkərana, oradan dönürdüm və Tehrandan su gətirmişim. Onda qumun suyu da heç içməli dəyirdi. Tehran suyu idi və sərin idi. Gördüm bir seyyid gəlir. Maşını saxladı. Dedim, ağa, bu sərin sudur, Tehran sudur. Bir livan tökdüm, verdim.
zaten xidmətinə. Sonra bildim ki, İmam Zamandır. Suyun yarısı meyl eləmişdi, deyim, ağa, hara belə? Burada Cəmkərən deyirəm. Deyim, ağa, Cəmkərənə təş aparırsınız, İmam Zamanın haqqında dua elə. Burada o bizim şiələrimizin vəzifəsidir. Bu söz çox sərih idi, açıq idi, vəli deyim, mən mütəvəccə olmadım. Sonra o livanı mənə göstərdi, yarısını içmişdi, yarısı qalırdı. Buyurdu ki, mənim şiələrim bu livanın suyu qədər mənə etinaları yoxdur. Əgər bir çölün arasında bu suya möhtac olsalar, onu nə qədər bulmayıblar, ayaqdan oturmazlar. Amma məni 1000 yıldan daha ziyadədir ki, itiriblər, bəli, aramırlar. Mənim haqqımda çalışmırlar, əlləşmirlər. Odur ki, hər kəsə vəzifədir ki, İmam Zamanın haqqında dua eləsin, İmam Zamanın rizayətini cəlb eləsin və İmam Zamanın fərəcin haqqında dua eləsin. Allah o vəzifələrə də bizi müvəffəq eləsin inşallah. Və səlamu aleykum və rəhmətullah.